Şebnem Tovuzlu maraqlı bir addım atıb. Çox maraqlıdır. Mən də onu öz səhifəmdə paylaşdım, xoşuma gəldi, bəyəndim. Sonra gördüm ki, digərləri də məhz bilmirəm, bəlkə onlar öncə idi, amma mən düşündüm Şebnem Tovuzlu daha ilk edənlərdən oldu. O küçə təmizləyici qadınlarla, yəni küçələri təmizləyən qadınlarla görüşüb, onlara gül və belə konvertdə, paketdə pul təqdim edib. Mən onu paylaşdım. Mənim bir neçə dostum dedi ki, bax bunu hamı etməlidir. O çıxıb mənəm deyirlər ha. Ayda 70 min, 100 min mən toydan pul qazanıram. Bir mahnım mənə 100 min pul gətirdi. Həmin adamların hər birisi diqqət göstərməlidir qadınlara. Təkcə 8 martda yox. Şebnem Tovuzlu bəli bu addımı atıb, gedib görüşüb, qadınlara gül, onlara yenə də deyirəm, pul təqdim edibdi. Bir də onlara qucaqlayıb, məsəl üçün xoş söz deyib, nəvaziş göstərib. Bunu özü də qadınlara böyük bir hədiyyətdə, məsələn, Şebnem Tovuzlu əlində qadın süpürkəylə gedir, ya küçəni süpürür, ya zibili yığır. Şebnem Tovuzlu ya maşından düşür, ya belə yaxınlaşır. Ay xanım, sənin qadın bayramını təbrik edirəm. Bunun özü də doğrudan böyük bir hədiyyədir. Sonra mən maraqlandım ki, Şebnem xanım, yaxşı siz neçə qadına belə hədiyyələr etdiniz? Dedi ki, yəni o demədi, kənardan mənə dedilər ki, 30 dənə hədiyyə hazırlayıb. O güllərdən hazırlayıb 30 dənə. 30 paketə pul qoyub 30 nəfərə. Paket pul qoyub ki, onlara təqdim etsin. Sonra 25 nəfərə təqdim edə bilib. Yəni onları da tapmaq lazımdır da, o süpürkəçi, küçə təmizləyən qadınları da 25 nəfərə təqdim edib həmin an. Qalıb 5 nəfər, o 5 nəfərə də sonradan təqdim edib də. Yəni həmən küçəyə çıxan kimi 25 nəfərə Şebnem Tovuzlu, yəni paketdə pul, gül, bir də nəvaziş göstərib, onları qucaqlayıb, öpüb. Yəni mən tövsiyə edirəm ki, hər bir bizim sənət adamları, yəni pul, bütün günü puldan danışır. Ayımı 80 min qazandım, 100 min qazandım, nə elədim? Bax, diqqət edin. Şebnem Tovuzlu kimi siz də bu addımı atın.